Şüphesizdir ki bir gün hakikat parıldayacak. Azadlık esasını, Birleşmiş Milletler prensipini ve insan haklarını tutan taraf galip gelecektir. Bu galibiyet güneşi, Kızıl İstiklal zulmü altında inleyen aziz vatanımızda 1918-28 Mayıs günü yeniden doğacaktır. Buna katiyen şüphe etmeyiniz vatandaşlar. Üç renkli istiklal bayrağını göçlerinde gezdiren buradaki vatan ailesi bizlerden, orada her cüre korku ve tezvik altında kalpleri istiklal eşkiyle çırpınan azadlık ailesi sizlere candan selamlar gönderir. 28 Mayıs İstiklal kurbanlarının aziz ruhları huzurunda hürmetle eğilir ve her iki tarafı birleştiren milli büyük hasreti şairin beytiyle dile getiririm. Sen bizimsen, bizimsen, durdukça bedende can, yaşa, yaşa, çok yaşa, ey şanlı Azerbaycan. Onun bir mübarizə malı var idi. Azərbaycanın müstəqilliyi. Bütün ömrü boyu Azərbaycançılıq, türkçülük ideyasına, milli dövlətçilik əqidəsinə sadiq qaldı. Azərbaycanın milli dövlətçiliyinin bərpası, bütövləşməsi amalı ilə yaşadı. Hətta qənim kəsildiyi rejimin qurulması hesabına olsa da, cənublu-şimallı Azərbaycanın qovuşmasına xeyir-dua verdi. Hələ 24 yaşındaykən qəbul etdiyi həmişə zillətdə qalmaqdansa bir dəfəlik ölmək yaxşıdır kəlamı onun ruhuna, şuuruna bir ömür boyu hakim kəsildi. Sürünə-sürünə yaşamağı qəbul etmədi. Ağrılı, acılı, məhrumiyyətlərlə dolu bir həyat sürməyə məcbur oldu. İstəyinə çatmaqdan ötürü son nəfəsinə kimi çırpındı. Mirzə Bala Məmmədzadə yazırdı. Böyük türkçü mərhum professor Əli bəy Hüseynzadənin formula etdiyi türkləşmək, İslamlaşmaq, müasirləşmək düsturunun fikir baxımından Məhəmməd Əmin Rəsulzadə üzərində böyük təsir olmuşdu. Rəsulzadənin apardığı mübarizə müxtəlif ölkələrdə keçmişdir. Yəni, həm Azərbaycanda, İranda, Türkiyədə, Almaniyada, Polşada, Fransada, bu ölkələrin hər birində Rəsulzadə dərin iz qoyub getmişdir. Yaşadığı bu ölkələrdə Rəsulzadə müxtəlif təşkilatlar yaratmış, qəzetlər, jurnallar çap etmiş, kitablar nəşr etdirmiş və Azərbaycan xalqının azadlığı mücadeləsini yorulmadan yürütmüşdür. Dövlətimizin adının da əsasını demək olar ki, Məhəmməd Əmin Rəsulzadə işləyib hazırlamışdır və hələ 1917-ci ildə Açıq Söz qəzetində nəşr etdiyi Cumhuriyyət adlı məqaləsində gələcəkdə qurulacaq dövlətin məhz Cumhuriyyət formasında olacağını Rəsulzadə əsaslandırmışdır. Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə Novxanlı kəndində bu evdə Axund Hacı Ələkbərin ailəsində dünyaya göz açıb. Atası mütərəqqi dünya görüşünə malik din xadimi idi və oğluna dünyəvi təhsil verməyə çalışırdı. İbtidai təhsilini maarifpərvər ziyalılarımızdan olan Soltan Məcid Qənizadənin müdir olduğu 2-ci Rus Tatar məktəbində alan Məhəmməd Əmin daha sonra Bakı Texniki Məktəbinə daxil olur. Lakin təhsilini başa vura bilmir. Rəsulzadənin atası Axund Ələkbər həm də çox gözəl rəssamlıq qabiliyyətinə malik idi. Eyni zamanda onun çox gözəl yazı qabiliyyəti vardı. Quranı öz əlləri ilə köçürdən Axund onu o qədər gözəl bir formada yazıb hazırlamış, daha doğrusu köçürdüb, onu tərtib etmişdi və o dövrdə Türkiyə Sultanı Sultan Həmidə göndərmişdi. Və Sultan Həmidin xoşuna gələn bu Quranı o Diyarbəkirdə saxlamış və bugün də həmin Quran Diyarbəkirdə muzeydə saxlanılmaqdadır. Azərbaycanda ilk sosial-demokrat yönümlü bir hümmət təşkilatının, gənclər təşkilatının əsasını qoyub, o imperiyanı daxildən öyrənə-öyrənə, o Çar rejimin siyasətini daxildən öyrənə-öyrənə, özündə, yəni bir o siyasi bir düşüncəsində, fikrində, özündə bir güc tapıb ki, Azərbaycan gerçəkliyini, Azərbaycan reallığını, Azərbaycan xalqının və daha sonra millətinin formalaşması prosesini o Rusiya imperiyası mühitindən qoparıb və onu ayıra bilib. 1908-ci ildə 24 yaşlı Rəsulzadə Çar rejiminin təqiblərindən xilas olmaq üçün
İrana mühacirət edir. Bu zaman Güney Azərbaycanda məşrutə hərəkatı alovlanırdı. Rəsulzadə də bu hərəkatın fəal iştirakçısına çevrilir. 1910-cu ildə Avropada təhsil almış bir qrup İran ziyalısı ilə birlikdə İran Demokratik Partiyasını yaradır. Tehranda İranin Now, Yeni İran qəzetini nəşr etməyə başlayır. Rəsulzadə üç böyük imperiyanın, Rus imperiyası, İran dövləti və Osmanlı imperiyasının qovşağında yerləşən Qafqaz bir məntəqəsi və o baxımdan Rəsulzadə çox Azərbaycanlı da yox, Qafqazlı ziyalı deyirlər. Rusiya imperiyasının daxilində yaşamış, o biri ölkələrin tarixində çox müəyyən bir iz qoymuş bir şəxsiyyətdir. Bu ölkələrin hər üçünün dilini mükəmməl bilirdi. Hər üçü ilə bir sıx təmasda olub və o baxımdan onun düşüncələri, o ölkələrin tarixinə münasibəti və o ölkələrin içində Azərbaycanı görməyi, onun Azərbaycanı mənzərəsini yaratmağı və Azərbaycan dövlətçiliyini qurmağı, yəni heç bir o imperiyaların heç birini nə təsir altına düşməyərək, nə tarixindən faydalanıb və Azərbaycanı orada itirməyərək, əksinə oradan qopardaraq, çıxardaraq bir müstəqil bir dövlət etmiş, çox fenomen bir şəxsiyyət kimi baxırlar. Məşrutə hərəkatının məğlubiyyətindən sonra təkcə İran hökuməti deyil, Çar Rusiyası da Rəsulzadəni axtarırdı. Məhəmməd Əmin bəy 1911-ci ildə İranı tərk edərək Türkiyəyə gedir. Mehmet Emin Resulzade, Azerbaycan'ın bağımsızlığının çok önemli bir şahsiyeti olduğu kadar, Türkiye'de de Türk milliyetçiliğine hizmet eden önemli şahsiyetlerdendir. Ondan önce Hüseyinzade Ali Bey, Ağaoğlu Ahmet Bey, Türkiye'de Türkçülük hareketinin gelişmesinde yardımcı olmuştur. Mehmet Emin Resulzade de İran devrimini takip ettikten sonra İran'dan çıkarılınca Türkiye'ye gelmiş ve o zaman daha önceden tanıdığı Hüseyinzade Ali Bey, Ağaoğlu Ahmet Bey vasıtasıyla Türk ocaklarına devam etmiş. Türk ocaklarında uzun müddet bulunmuş. Türk Yurdu dergisinde İran Türklüğü ile ilgili yazılar yazmıştır. Böylelikle Türkiye'deki aydınlar İran Türklüğünü Mehmet Emin Resulzade sayesinde tanımışlardır. Buradaki Azerbaycanlıları toplamış, bir teşkilat haline gelmesini sağlamış. Aynı zamanda bir de dergi çıkarmıştır. Türk Ocakları da bu dergiyi bütün şubelerine abone yaparak ona destek vermişlerdir. 1913-cü ildə Romanovlar sülaləsinin hakimiyyətə gəlməsinin 300 illiyi ilə bağlı 2-ci Nikolay siyasi məhbusların azad edilməsi və mühacirlərin vətənə qayıtması barədə əhv fərmanı imzalayır. Rəsulzadə 5 ilin ayrılığından sonra vətənə qayıdır. Əmsi oğlu Məhəmməd Əli Rəsulzadə, Tağı Nağıyev, Abbasqulu Kazımzadənin 1911-ci ilin oktyabrında əsasını qoyduqları Müsavat Partiyasının əsas ideoloqu və liderinə çevrilir. Böyük bir uzaq görənliklə yazır ki, 20-ci əsr millətlər əsri olacaq. O xalq ki, özünü millət görüb dövlətini yaradacaq, onlar qalacaq, qalmayanlar parçalanıb ayaqlar altında gedəcək. Bax, bunu 14-cü ildə Rəsulzadə, 28 yaşlı Rəsulzadə bu uzaq görənliklə bu sözü yazır və sonra da həmin o dövlətin ideologiyasını yaradır, Azərbaycançılıq ideologiyasını yaradır. 1917-ci ildə Fevral Burjuayi İnqilabını, Böyük İnqilab adıyla Rusiyadakı inqilabı çox belə təntənə ilə qarşılayır və başa düşür ki, bu inqilab Azərbaycan xalqına, Rusiyanın imperiyasına, ucqar xalqlarına, o cümlədən Azərbaycan xalqına öz dövlətçiliyini yaratmaq üçün misilsiz imkanlar açır. 1918-ci ilin mayında Zaqafqaziya Seyminin buraxılması, Gürcüstanın müstəqilliyinin elan edilməsi Azərbaycan ərazisində hakimiyyət boşluğu təhlükəsi yaradır. Seymin Azərbaycanlı deputatları mayın 27-sində fövqəladə iclasa toplanır. Azərbaycan Milli Şurası yaradılır. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri, Həsən bəy Ağayev, Mirhidayət Seyidov onun müavinləri seçilir. Rəsulzadə həmin iclasda iştirak etmirdi. O, Batumda Zaqafqaziya nümayəndə heyətinin tərkibində Türkiyə və Almaniya elçiləri ilə regionun siyasi gələcəyi ilə bağlı danışıqlar aparırdı. Məhəmməd Əmin Rəsulzadə yazırdı. Türk mənşəli digər dövlətlər başlıca olaraq dini təməl üzərində qərar tutduqları halda
Azərbaycan Cümhuriyyəti müasir milli mədəni müstəqillik təməlinə, Türk Milli Demokratik Dövlət Qurumu zəmininə əsaslanır və bu baxımdan bizim Cümhuriyyətimiz ilk Türk dövlətidir. 1918-ci il dekabrın 7-sində parlamentin təsis iclasını Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə açır. Çıxışının sonunda deyir: Müstəqil Azərbaycanı təmsil edən o üçrəngli bayrağı Milli Şura qaldırmışdı. Türk hürriyyəti, İslam mədəniyyəti və müasir Avropanın azadlıq ideyalarını təmsil edən bu bayraq daima başımız üstündə dalğalanacaqdı. Bir kərə yüksələn bayraq bir daha enməz. ...1920-ci il aprelin 26-sından 27-sinə keçən gecə 11-ci ordu hissələri Azərbaycanın şimal sərhədlərini keçərək Bakıya yaxınlaşır. Parlamentin Məmməd Yusif Cəfərovun sədrliyi ilə keçən son iclasında Sosialist fraksiyası, İttihad və Əhrar partiyasından olan deputatlar hakimiyyətin bolşeviklərə təslim edilməsinə səs verirlər. Məhəmməd Əmin Rəsulzadə və Şəfi bəy Rüstəmbəyli kəskin etirazlarını bildirirlər. Parlamentdəki tarixi çıxışında Rəsulzadə 11-ci ordunun Bakıya daxil olmadan güya Türkiyənin köməyinə gedəcəyi haqqında yalanları ifşa edərək deyir: Bizdən soruşmadan sərhədimizi keçən hər hansı bir qüvvə dostumuz deyil, düşmənimizdir. Gələn Rus ordusudur. Anadolu imdadına gedəcək bəhanəsi ilə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir. Çıxışının sonunda böyük istiqlalçı deyir: Bu ultimatumu qəbul etmək, hökuməti öz əli ilə dost qiyafəsinə bürünmüş düşmənə təslim etməkdir. Biz buraya millətin iradə və arzusu ilə gəldik. Bizi buradan yalnız qüvvə və süngü çıxarmalıdır. Həmin gecə Mirzə Bala Məmmədzadə ilə Əbdülvahab Yurdsevər Rəsulzadənin evinə gəlir. Milli Şura sədri onlara müəyyən məsləhətlər verib təlimatlandırır. Məhəmməd Əmin bəydən ayrılandan sonra onlar Cəfər Cabbarlının şəhər kənarındakı evinə gedirlər. Məhəmməd Sadıq Quluzadə, Məhəmməd Həsən Baharlı da bura gəlirlər və gizli təşkilatın ümumi mərkəzini yaradırlar. Təşkilatın rəhbərliyi Mirzə Bala Məmmədzadəyə tapşırılır. Cəfər Cabbarlı katib, Əbdülvahab Yurdsevər müavin seçilir. Məhəmməd Əmin Rəsulzadənin Stalinlə bağlı xatirələri çox sonralar Türkiyədə Dünya qəzetinin 1954-cü il may-iyun nömrələrində bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri başlığı ilə 29 məqalədə çap edilir. Məhəmməd Əmin Rəsulzadə kimdir adlı biblioqrafik yazıda bu məqalələrə əlavə edilir. Xüsusi şöbədə Pankratovun otağında Stalinlə görüşü böyük istiqlalçı belə xatırlayırdı. Qapı açıldı. Gözətçi içəri daxil oldu. Mənə xitab edərək, yoldaş Rəsulzadə arxamca gəlin dedi. Saat 17 idi. Axşamın bu geç saatlarında kameradan bu şəkildə götürülənlər adətən gedər və bir daha geri dönməzdilər. Mən öndə, gözətçi isə arxada gəlirdi. 2 həftə əvvəl istintaq edildiyim otağa girdik. Pankratovun yanında uca boylu, qızıl ordu formasında birisi mənə diqqətlə baxırdı. Zabit 2 addım irəli gəldi, əlini uzadaraq. Yoldaş Rəsulzadə, tanıdınız mı? Stalin dedi.
Stalin onunla birlikdə Moskvaya getməyi Rəsulzadəyə təklif edir. Buradakılar sizi rahat buraxmayacaqlar deyir. Onun Moskvaya getməkdən başqa çarəsi qalmır. Yola düşməzdən əvvəl ailəsi ilə görüşmək imkanı verilir. Qohum əqrabası, ailəsi, həyat yoldaşı Ümbülbəni xanım, qızları Lətifə, Xalidə, oğlu Rəsul, bir də üzünü ilk dəfə gördüyü 2 aylıq oğlu onu gözləyirdi. Körpənin adını soruşur. Ümbülbəni xanım Əli Heydər deyə cavab verir. Məhəmməd Əmin bəy 2 əli ilə oğlunu qaldırıb deyir. Adı Azər olsun. O, ailəsini də özü ilə aparmaq istəyirdi. Lakin həyat yoldaşı Ümbülbəni xanım 4 uşaqla vətəni tərk etmək istəmir. Ailəsi göz yaşları içində onu yola salır. Son dəfə görüşdüklərini heç kəs bilmirdi. Moskvada qaldığı il yarım ərzində Stalin dəfələrlə müxtəlif şirnikləndirici təkliflərlə ona müraciət edir. Milli İşlər Komissarlığı nəzdində yaradılması planlaşdırılan Şərq ölkələrinin tədqiqi ilə məşğul olan elmi cəmiyyətin sədrliyi, Moskvada yeni yaranan Şərq Millətləri Kommunist Universitetinin professoru vəzifələri təklif olunur. Lakin siyasi əqidəsinə zidd olduğu üçün Rəsulzadə bütün bu təkliflərdən imtina edir. 1920-ci ilin noyabrından 1922-ci ilin yayına kimi Şərq Dilləri İnstitutunda fars və rus dillərindən dərs deyir. Elmi araşdırmalarla məşğul olur. Stalinin məqsədi nəyin bahasına olursa olsun, Rəsulzadəni Sovet hakimiyyəti ilə əməkdaşlığa razı salmaq idi. 1922-ci ilin yayında kitabxanalarda işləmək, Mar və Bartolt kimi tanınmış alimlərdən məsləhət almaq bəhanəsi ilə Rəsulzadə Peterburqa elmi ezamiyyətə gedir. Dostlarını, xüsusilə Tatar filosofu və maarifçisi Musa Bigiyevin vasitəsilə Finlandiyaya keçə bilir. Bir aya qədər Helsinkidə qaldıqdan sonra 1922-ci il sentyabrın 19-da dəniz yolu ilə Berlinə, sonra isə İstanbula gedir. Rəsulzadə İstanbula gələnə qədər Azərbaycan mühacirləri arasında birlik yox idi. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən mühacir qrupları arasında əlaqələndirmə mövcud deyildi. Rəsulzadə İstanbuldakı fəaliyyətinə Azərbaycan mühacirlərinin təşkilatı strukturlarının yaranması ilə başlayır. Rəsulzadə bir anda olsun Azərbaycan xalqının istiqlal mübarizəsindən kənarda ömür yaşamamışdır. İstər Rusiyada olduğu dövrdə, sonradan istər Almaniyada, Türkiyədə, Polşada olduğu dövrdə Rəsulzadə beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq etmişdir. Yəni, Beynəlxalq Prometey təşkilatında Rəsulzadəni fəaliyyət göstərən görürük. Biz sonradan anti-bolşevik rejiminə qarşı Amerikanın və digər qərb dövlətlərinin yaratdığı təşkilatlarda Rəsulzadəni fəaliyyət göstərən görürük və bütün bu dövrlərdə Rəsulzadə özünün zəngin ideoloji əsərlərini yazmış və Azərbaycan Milli Azadlıq Hərəkatını ideoloji cəhətdən qaynaqlandırmışdır. Rəsulzadənin Azərbaycan Cümhuriyyəti əsəri Kremldə böyük təşvişlə qarşılanır. Stalin Rəsulzadəyə qarşı iri miqyaslı təbliğat kampaniyasına başlamaq tapşırığı verir. Ölkə rəhbəri Azərbaycan hökumətinə göndərdiyi məktubda təcili olaraq ifşa edici cavab materiallarının hazırlanmasını tələb edir. Müsavat Partiyasına qarşı geniş təbliğat başlayır. Təbliğat kampaniyasına Dadaş Bünyadzadə, Mirzə Davud Hüseynov, Ruhullah Axundov, Əli Heydər Qarayev rəhbərlik edirdi. SSR Xarici İşlər Komissarı Çiçerin 1925-ci ildə 4-cü Ümumazərbaycan qurultayındakı çıxışında son zamanlar Türkiyədəki müsavatçıların fəaliyyətinin artdığını vurğulayaraq deyir: "Biz dəfələrlə Türkiyə hökumətinə müraciət edərək Sovet hökuməti əleyhinə yürüdülən, dözülməz olan intriqalara etirazımızı bildirmişik və buna nəhayət xitam verilməsini tələb etmişik." 1926-cı ilin sonunda Türkiyə hökuməti SSR ilə münasibətləri daha da gərginləşdirməmək üçün yeni Kafkasya məcmuəsinin nəşrini, bir ildən sonra isə Azərbaycan Milli Mərkəzinə yardımını dayandırır. Mühacirətdə nəşr etdiyi Yeni Qafqaziya jurnalı, Azəri Türk jurnalı, Odlu Yurt jurnalı, Almaniyada nəşr etdiyi İstiqlal qəzeti, Qurtuluş jurnalı, sonradan 2-ci Dünya müharibəsindən sonra Rəsulzadənin nəşr etdiyi Azərbaycan jurnalı, bütün bu dərgilərdə, jurnallarda Rəsulzadənin zəngin irsi yaşamaqdadır. Ötən il
böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyini qeyd etdik və ortaya çıxan bir fakt oldu ki, Nizami Gəncəvi haqqında ən böyük araşdırmanı Məhəmməd Əmin Rəsulzadə aparmış və Azərbaycan şairi Nizami əsərini yazıb ortalığa qoymuşdur. Və o əsər yenidən Azərbaycanda çap edilmişdir. 1931-ci il noyabrın 30-da SSR ilə Türkiyə arasında imzalanmış protokolun gizli bəndinə əsasən Türkiyə SSR-dən olan ən fəal siyasi mühacirlərin ölkədən deportasiya olunmasına, hər cür antisovet fəaliyyətin dayandırılmasına razılıq verir. Türkiyə hökuməti 1931-ci ilin sonunda Rəsulzadə başda olmaqla Azərbaycanlı mühacirlərin ölkədən çıxarılması haqqında qərar verir. Sən bizimsən, durduqca bədəndə can. Yaşa, yaşa çox yaşa, ey şanlı Azərbaycan. İkinci Dünya Müharibəsi dövründə Rəsulzadə çox böyük iş görmüş, fəaliyyət göstərmiş və Almanlara əsir düşən Azərbaycanlıların xilas edilməsində mühüm rol oynamışdır. O dövrdə Rəsulzadə Rumuniyada yaşayırdı və Türkiyənin Rumuniyadakı səfiri Həmdullah Sübhi Tanrı Övərin dəstəyi ilə orada yaşayırdı, amma eyni zamanda Almaniyaya gedir və Azərbaycanlı əsirlərin taleyi ilə maraqlanırdı. O dövrdə Alman əsirliyində 70 minə yaxın Azərbaycanlı əsir vardı. 70 minə yaxın Azərbaycanlıəsirin xilas edilməsində Rəsulzadə mühüm rol oynadı, çünki o dövrdə bu əsirlərin çoxunu gülləliyirdilər, qətlə yetirirdilər. Rəsulzadə o dövrdə Alfred Rosenbergin başçılıq etdiyi Şərq Nazirliyi ilə, eyni zamanda Şərq Nazirliyində Qafqaz şöbəsinə başçılıq edən Fon Mende ilə danışıqlar aparırdı və bu danışıqlar nəticəsində Azərbaycanlı əsirləri xilas etmək mümkün olmuşdu. Eyni zamanda bundan sonra Azərbaycanlılar müəyyən dərəcədə fəallıq göstərmiş, hətta Azərbaycan adında qəzet nəşr etməyə nail olmuşdular. 1947-ci ilin sentyabrında Türkiyə hökuməti Azərbaycan siyasi liderlərinin Türkiyəyə dönməsinə icazə verir. Məhəmməd Əmin Rəsulzadə həyat yoldaşı Ümbülbəni xanımın vəfatından xeyli sonra Polşada Vanda adlı bir qadınla evlənir. O, Leyla adlandırdığı həyat yoldaşı ilə birlikdə 16 illik ayrılıqdan sonra Türkiyəyə qayıdır. 1949-cu ilin fevralında yaradılan Azərbaycan Kültür Dərnəyinin fəxri sədri seçilir. Yaradıcı fəaliyyətlə məşğul olaraq ədəbi, tarixi tədqiqatlarını davam etdirir. Əsirlərin Sovet dövlətinə qaytarılmaması üçün, onların öldürülməsi, güllələnməsinin qarşısını almaq üçün, çünki Stalinin verdiyi 271 sayılı əmrə uyğun olaraq geri qaytarılan bütün əsirlər güllələnirdi və Rəsulzadə həmin əsirlərin müxtəlif ölkələrdə yaşamasını təmin etdi. 3000-dən çox əsirlərin Türkiyəyə gətirilməsinə və burada məskunlaşmasına şərait yaradan şəxsiyyətlərdən biri oldu. Məhəmməd Əmin Rəsulzadə ömrünün sonuna kimi Bakıda qoyub gəldiyi ailəsinin, övladlarının həsrəti ilə yaşayır. 1937-ci ilin ağır repressiya məngənəsində ailəsinin başına gələn faciələrdən çox gec xəbər tutur. 37-ci ilin iyulunda 19 yaşlı oğlu Rəsul Novxanıda həbs olunur. Çox keçmədən qətlə yetirilir. Noyabrın 2-sində Məhəmməd Əmin və Məhəmməd Əli Rəsulzadələrin ailələri də həbs edirlər. Bir aya yaxın Bayıl həbsxanasında saxlanıldıqdan sonra Qazaxıstanın Çimkənd vilayətindəki Çalaqqurqan adlanan yerə sürgün edirlər. Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Ümbülbəni xanımın oğlu Rəsulun güllələnməsindən xəbəri yox idi. Həyat yoldaşının, oğlunun niskili onun ömrünə son qoyur. Qızları Xalidənin həyatı daha faciəli olur. Müharibə şəraitində sənədsiz, buraxılış vərəqəsiz Bakıya gəlib çıxması bir möcüzə idi. Bir müddət Seyid Hüseygildə xalası uşaqları ilə qalan Xalidə, onlara da xələl gəlməsin deyə yenicə dünyaya gələn körpəsi ilə evi tərk edir. Onun sonraki talehindən heç kimin xəbəri olmur. Rəsulzadənin böyük qızı Lətifə
həyat yoldaşı həbs olunandan sonra 3 qızı ilə tək qalır. 1941-ci il oktyabrın 5-də onu qızları Firuzə və Eşvənlə Semipalatinsk vilayətinin Jarmin rayonundakı Balacar kəndinə sürgün edirlər. Lətifə uşaq sanatoriyasında olan kiçik qızı sona sətəlcəm olduğundan onu özü ilə götürə bilmir. Qızını son dəfə gördüyündən xəbəri olmayan zavallı ana ağlaya-ağlaya övladını qaynına tapşırır. Məşəqqətli sürgün həyatı Lətifənin və qızı Eşvənin həyatını yarımçıq qoyur. İnsanlara hürriyyət, millətlərə istiqlaliyyət arzulayan Məhəmmədəmin Rəsulzadənin 32 yaşlı qızı Lətifə, 9 yaşlı nəvəsi Eşvən qərib ellərin buzlu qarlı torpağında donaraq bu dünya ilə vidalaşır. Bakıda qalan Sonanı isə əmisi onu uşaq sanatoriyasından götürənə qədər bir Rus zabiti övladlığa götürüb Bakıdan aparır. Yalnız Firuzə və Azər bu qanlı qadalı illərdən sağ çıxa bilirlər. Resulzade olsun, ondan önceki Ağoğlu Ahmet, Hüseyinzade Ali Bey veya benzeri nesil olsun, bunların hocaları yoktu. Bunlar kendilerini yetiştirdiler. Bunlar Türkçülük fikrini kendileri geliştirdiler. Aynı zamanda hem kendilerini yetiştirdiler hem de kendilerinden sonra gelen nesilleri yetiştirdiler. O halde buradan Mehmet Emin Resulzade'yi tekrar anarken dikkat nazara almamız lazım gelen şey, gençlerin kendilerini Resulzade gibi yetiştirmektir. Kendilerine hocalık etmektir ve Türk milletinin, Azerbaycan'ın geleceğini yeniden inşa etmektir. Bugün Azerbaycan elbette ki Resulzade'nin bıraktığı noktadan ileridedir. Bağımsız bir devlettir. 30 yıldır bu bağımsızlık devam ediyor ve en önemli meselesi olan Karabağ meselesinde de büyük başarı göstermiştir. Azerbaycan Karabağ meselesinde gösterdiği başarıyla bana göre hem Resulzade'nin ruhunu şad etmiştir ama aynı zamanda Türk dünyası içinde büyük ümitlere vesile olmuştur. Rəsulzadə haqqında xatirələr yazan və mən onların çoxu ilə də görüşmüşdüm, Rəsulzadəni görən şəxsiyyətlərlə, Məhəmməd Kəngərli ilə, Əhməd Qaraca ilə və digərləri ilə söhbətlərimdə həmişə onlar bir məqamı vurğuluyurdular ki, Rəsulzadə ömrünün sonlarında tez-tez gəlirdi Türkiyədəki Azərbaycan Kültür Dərnəyinə. Sakitcə oturardı bir yerdə. Amma elə ki, Azərbaycandan söhbət düşəndə Rəsulzadə sanki bir şirə dönərdi və Azərbaycan adının kim tərəfindənsə yanlış ifadə edilməsinə qarşı çıxardı. Mühacir həyatının çətinlik və məhrumiyyətləri Məhəmməd Əmin Rəsulzadənin səhhətinə böyük təsir göstərirdi. Xəstəliyi kəskinləşdiyindən 1955-ci ilin yanvarında o, Ankara Universitetinin klinikasına yerləşdirilir. Ölüm yatağında böyük istiqlalçı Azərbaycan gəncliyinə son vəsiyyətini edir. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu 1000 müşkülatla yüksəldərək dedi ki, bir kərə yüksələn bayraq bir daha enməz. Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bugün parlament binası üzərindən Azərlərin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək və bu yolda ya qazi, ya da şəhid olacaqsan. Həkimlərin bütün səylərinə baxmayaraq 1955-ci il martın 6-sı saat 22:45 dəqiqədə bütün Türk dünyasının böyük istiqlalçı mücahid oğlu Məhəmməd Əmin Rəsulzadənin ürəyi 71 yaşında əbədi dayanır. Məhəmməd Kəngərli söylədi ki, o ömrünün sonlarında demək olar ki, huşsuz bir vəziyyətdə olduğu bir vaxtda biz onun yanında idik. Son məqamda o işlətdiyi sözlər bu oldu. Azərbaycan, Azərbaycan, Azərbaycan. 3 dəfə Azərbaycan deyəndən sonra həyata göz yumdu. Ankara radiosu Rəsulzadənin vəfatı xəbərini bütün dünyaya yayır. Türkiyə və İran qəzetlərində onlarla nekroloq dərc olunur. O, Azərbaycan Qurtuluş davasının bayrağı adlandırılır. İran parlamentinin keçmiş sədri Seyid Həsən Tağzadə Tehranda çıxan Suxən jurnalında yazırdı. Rəsulzadə bütün ömrü boyu şərq dünyasında bərabərini görə bilmədiyim, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan idi. Böylələr nə zamanımızda
və ələxsusla bizim tərəflərdə rast gəlməyimiz imkansız olduğu kimi, bütün dünyada da rast gəlinməz. Türkiyəyə dünyanın müxtəlif ölkələrindən saysız hesabsız teleqramlar gəlir. Həmin hüzünlü günlərdə yalnız azadlığı və istiqlalı uğrunda bütün şuurlu həyatını həsr etdiyi doğma vətəni, Azərbaycan susurdu. Dəfn mərasimində tanınmış Tatar xadimi Abdullah Taymasın dediyi kimi, o, bu mübarizə uğrunda hər şeyini, ailəsini, rahatlığını, səhhətini, nəhayət, həyatını fəda etmişdi. Martın 7-sində 35 il vətən həsrəti ilə yaşayan böyük istiqlal savaşçısı Ankaranın əsir məzarlığında torpağa tapşırılır. Yaxın silahdaşı, əqidə dostu Mirzəbala Məmmədzadə yazırdı. O prinsipə sədaqətin, məfkurəyə bağlılığın və bu yolda fədakarlıq, əzm və səbatın bir timsalı idi. Çünki o tam mənasıyla fəzilət sahibi, kamil bir insan idi. 28 Mayıs İstiklal qurbanlarının əziz ruhları huzurunda hürmətlə əgilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin beyti ilə dilə getirirəm. Sən bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan. Azadlığı arzulayan müstəmləkə məmləkətə, 100 illərlə hüquqları tapdalanmış bir millətə, azadlığı, hürriyyəti, istiqlalı bəxş elədi Məmməd Əmin Rəsulzadə. Odur Azərbaycanımın azadlıq səsi, odur Cumhuriyyətimin böyük banisi, İstiqlal savaşına rəhbərlik edən, xalqımın ölümsüz mərd sərkərdəsi. Söyləmiş bizlərə o dahi ölməz, yurdumun istiqlalı məişəri sönməz. Bir kərə yüksələn 3-cü bayraq, müstəqil ölkəmdə bir daha enməz. Ömrünü xalqına həsr etdi o insan, qəlbi yurd eşqi ilə döyündü hər an. Ölüm yatağında, son nəfəsində, söylədi 3 kərə Azərbaycan. Əvəz etsə də illəri, bu vətən heç zaman unutmaz səni. Xalqım hörmət ilə anacaq daim, dahi Məmməd Əmin Rəsulzadəni.